Yəni təsəvvür eləyin ki, mən təsəvvürümə belə gətirə bilmirəm ki, Qarabağın bu qazandığı uğurların fonunda biz indilərdən danışırıq. Qarabağa nə qədər klublardan təklifləri var da, düzdür? Əla. Siz təsəvvür eləyin, Qarabağ Azərbaycanı təmsil eləməsəydi, Gürcüstanı, hətta belə deyək də, Rusiyanı, yəni digər postsovet ölkələrini, Ukraynanı, yəni təsəvvür edin ki, buradan çıxışlar bizsiz necə olacaqdı? Yəni milyon, təsəvvür edin ki, Gürcüstanın Samqaulisindən komanda var, Samqaulidir, Speranidir, nədir, belə komandalar var. 700-800 min avroya Portuqaliyaya transferlər baş tutur. Yəni Falemikaoya, Eştorilə, təsəvvür elə bu, Gürcüstan, burada sizin nə dəyər? Burada dəyər. Burada, bax, Nicat, burada dəyər, söhbət nədən gedir? Burada bu transferlər var ha. Bu transferlərin heç birisi Azərbaycan çempionatının reallığına görə baş tutmayan transferlərdir. Bu ancaq Avrokuboklarda futbolçuların çıxışı və ümumi Qarabağın oynadığı oyunun dəyəridir bu. Amma bu Qarabağ, məsəl üçün, 10 il arxa-arxaya ölkə çempionu olsaydı belə, Avrokuboklarda bu çıxışı göstərməsəydi, inandırım sizə, bu elə bir ki, dəvətlərin 10% belə baş verməyəcəkdi. Amma burada söhbət ondan gedir ki, sən təsəvvür elə ki, Gürcüstan çempionatında, Gürcüstan hətta, yəni xatırlamıram ki, Gürcüstanın hər hansı bir komandası konferans liqasında belə iştirak eləsin. Sən təsəvvür elə ki, Gürcüstan çempionatından birbaşa İtaliya çempionatına transfer baş verir. Bu bizə nə deməkdir? Bu, yəni, bu inanılmaz bir marketingdir. Yəni, bu da bizə nəyin nəticəsidir, qardaş? Adamın biri oynayır PSG-də, Napoli çempion elədi, biri oynayır Lyon'da, biri oynayır Sporting'də. Yəni, bizə nətər? Artıq insanlar bilir ki, o marketin içində olan insanlar bilir ki, biz bunlardan, üzr istəyirəm bu ifadəmə görə, bir dənə alma almışıq. O alma əla çıxıb, gedək başqalarını da alaq. İndi başqa söz deyəcəkdim, daha onu demədim də burada. Başqa söz nə demək istəyirəm. Amma bu qədər uğurun fonunda, mən sizi əmin eləyirəm. Əgər Elvin Cəfərquliyev, məsəl üçün, bu dəqiqə Azərbaycanda ən yaxşı futbolçulardan biridir də, düzdür? İnandırım sizi, Elvin Cəfərquliyev hər hansı bir Gürcüstan, Belarus, Rusiya, nə bilim və yaxud da digər ölkələrdə olsaydı, bu dəqiqə o seriyada rahat, yəni ən pis halda, nə bilim, Verona'da, Genoa'da, Sassuolo'da çıxış eləyirdi.